Qaloşuna baxın. Hiloş qaloşuna baxın. Deməli, Balakəndə tez-tez hazırlanan yeməklərdən hazırlayacağıq biz bugün. Burada xəmir yeməklər çox olunur. Düzdür, mən bunu qəlyanaltı hesab edirəm, amma qaynanam deyirlər ki, yox, bu da yeməkdir. Qutab hazırlayırıq bugün. Və qutablar balqabaqla olur, cincərlə olur, ətlə olur, hətta şorla, yəni tvaroqla olur. İndi kim hansını daha çox sevirsə. Bugün biz cincər qutabı və balqabaq qutabı eləyəcəyik. Bu işin ustası isə bizim əziz mənim qaynanam da bu işin ustası. Həqiqətən də çox gözəl bişirir. Mən birinci deməli fikirləşirdim ki, bunun qutabı necə olar da. Bu arada əlini yandırmır o, bəs bu birisi əlini. Yox, bu dəymir, zincərə dəymir. Bunu əlcə ilə yığırlar, çünki əlcə ilə yığılmasa əlivi yandıra bilər, çox pis yandırır həqiqətən. Ya bəlkə gicitkənə dəyən adam deyəsən, bu başqa yerlərdə bunun adı gicitkəndir. Bizdə burada Balakəndə biz bunu cincər kimi tanımışıq. Cincər deyirik biz buna. Yandıranda çox qaşınır əlim, ona görə əlcə ilə yığıram ki, çox qaşınmasın. Təzə çıxan vaxtları daha dadlı olur, qəşəng olur. Bu saat təzə çıxan, təzə körpədir bunlar hələ. Ona görə. Bəs yaxşı, biz necə eləyəcəyik ki, bu biz yeyən vaxt, yəni bu acılıq hiss olunmasın? Yox, bu acı olmayacaq. Bunu qəşəng yuyacağıq, bişirəcəyik. Ondan sonra maşından çəkəcəyik. Bunun içinə qatılan ədvaları var. Yəni ona görə heç bir acılıq, heç bir yandırma prosesi bunda qalmır. Çox dadlı olur. Çox maraqlıdır ki, belə çiy vaxtı ələ dəyib bu qədər adamı yandıran bir şey, yəni artıq yandırmayacaq. Yemək yeyəndə çox ləzzətli olur. Bu arada içinə qoz da qatırıq. Qoz qatanda xüsusilə ləzzətli olur. Altı qırmızı olanı, belə kök deyək də bir yarpaqları iri olanı yığırıq ki, daha gözəl olsun, daha sağlam olsun. Həm də çox faydalıdır da. Bəli, faydası da var, qəşəngdir. Çox faydalıdır. Bir çox xəstəliklərin həqiqətən də dərmanıdır. Ola bilər qutab formasında o qədər yox, amma dərman kimi yəni istifadə olunan başqa reseptlər də var. Yəqin ki, gicitkənlə saç üçün olan reseptləri eşitmisiniz, saç tökülməsi üçün. Biz yəni saçlarımız uzun olan vaxtı, qız cavanlıq dövrümüzdə bunu qaynadırdıq. Bunun suyunda saçımızı yaxalayırdıq, yuyurduq. Onda parlaq olurdu saç. Balzam istifadə olunmurdu. O vaxtlar heç yox idi da belə şeylər. Ondan yuyurduq, elə yumuşaq olurdu. Saç tez uzanırdı. Çox qəşəng olurdu. Bu hissə isə bizim bostan yerimizdir. İndi hələ şumlanmayıb. Amma şumlanandan sonra bax bu dirəklərlə bostan yerini quracağıq və orada bizim pomidor, xiyar, soğan, göyərtilər, badımcan, lobiya hər şey olacaq. Yəni özümüzə qədər çox yox. Bunun da inşallah əgər burada olsam həmin vaxtı, əkim vaxtı onun da vloqunu eləyərəm. Bəs bunlar nədir? Bunların içinə qoz əkmişik. Bax burada bitibdir bir ağacımız. Bax qoz ağacıdır. Əkmişik. İndi onu köçürürük başqa yerə, hara lazımdır, ora köçürürük, biraz da böyüsün. Burada qozlar əkmişik, yaxşı qozlardan, əlimizdə olan qabığı yumşaq qozlardan əkmişəm. İndi o da çıxıb böyüyəndə əkəcəyik başqa yerə. Ümumiyyətlə burada qoz, fındıq çox gözəl gətirir. Yəqin ki, bilirsiniz, Balakəndə qoz, fındıq belə deyək də mövsümü olur və çox yaxşı nəmliliyi, yağlılığı yüksək olan qoz fındıq yetişir burada. Belə təmizləyirik. Yığanda içinə otun teli nəsə düşməsin deyə. Tərtəmiz də olmağına heç nəyi də yoxdur. Olmasa da bir gözdən keçirək. Süfrənin arasında bunu əzişdirib təmizləyəndən sonra əli çox yandırmır. Yəni az yandırır. Bir pişməyə qoyuruq biz bunu.
Burada pişibdi. Şimdi bunu bir çıxardacaq suyunu süzmək üçün. Gözləyəcəyik soğusun. Soğuyandan sonra bunu maşından çəkəcəyik. Burada da qar yağanda həyətə tökülən qoz var. Yığmışıq. İndi bunları təmizləyəcəyik. Qırmışıq bunların hamısını. Elə gözəldir. Ümumiyyətlə qoz belə təzə yığılanda, sulu olanda daha dadlı olur. Sonra bizim mağazadan, marketdən aldıqlarımız quruyur deyə, ya ləpə halında olanlar quruyur deyə onların dadı biraz dəyişir. Amma belə təzə yığılanda sulu olur və çox nəmli olur, yəni belə ləzzətli olur. İndi artıq bu cincərin acılığı çıxıb, qaynanıb və indi onu sıxırıq. Deməli, biz gicitkən və qozu qarışdırıb maşından keçiririk. Qozu zövqə görə istədiyiniz qədər əlavə edə bilərsiniz. Biraz da soğan qovururuq, bir dənə. Bir baş soğandır da qovururuq. Bunu da qatırıq cincərin içinə. Qoz, cincər, soğan, başqa? Duz əlavə edirik və çox ləzzətli olur. Balakən üsulu ilə qutab bişirəndə biz bir çox şeyləri qutabın içərisində bişirib qoyuruq. Bəzi bölgələrdə çiğ qoyulur. Tutaq ki, Gəncədə göyərti qutabı bişirəndə onu çiğ qoyurlar içərisinə. Amma Balakəndə göyərti göy qutabı bişəndə onu hörtüb, sonra da soğanla qovurub o formada qoyulur və ona görə dadı tamamilə fərqlənir. Balakəndə bişən qutabın dadı bu bölgənin mətbəxinin qutabının dadı fərqli olur. Bir dənə yumurta da var. Yəni qəşəng dadı biraz fərqli olur. Şimdi biz ona biraz umaç bişiririk. Süt də tökə bilərsiniz. Yəni heç bir problem deyil onu yumşaltmaq üçün. Amma mən umac eləyəcəm. Daha belə xoşuma gəlir. Yəni biz belə öyrənmişik bunu. Bir qaşıq un. Südlə onu bişiririk biraz. Südlə bişiririk. Uzatırıq. Orada qatırırsan biraz. Qatı formaya gələcək. Çox qatı olabilir. İçinə tezdən un, su əlavə edə bilərsiniz. Biraz soğutduq biz bura. Düzdür, tam sonra qaynarlığı gedibdir. İlıq. Hə. Ya biraz da soğuda bilərdik, dostu vaxtımıza görə. Hamısını birdən tökmürük. Qarışdıra. Kim yumurta qırıb bişirməyibsə bunu, ya ola bilər desinlər ki, ay bu nədir bunun içində yumurta. Amma yox, maraqlı olur, qəşəng gəlir.
Çok tatlıdır.